Tural Əsgər Əloğlu Neçə rayonundan. Ayın 5-i oldu, saat artıq 10 dəqiqə işləmiş oldu ayın 5-də. Dron hücumuna məruz qaldıq ayın 5-də. 5 udar dron zərbəsi oldu bizim Natra gəmisi, mən Natra gəmisi heyətində. Komandirlə elə bir yerdə getmişdi, məni aparmışdı. 15 gün, ayın 22-sində Bartın şəhərindən qatılmışdı. Ayın 25-də Bartın şəhərindən çıxdıq. Rostov şəhərinə götürdü, taxıl gətirməyə. Hadisə də ki, ayın 5-də oldu. 1-ə 5-də 10 dəqiqə işləmiş oldu. 5 udar zərbəsi oldu. 4 dənə gəminin idarə olunan körpü hissəsinə vuruldu. 5-ci zərbə isə gəminin elə bir dümən dairəsinə vuruldu, gəmini batırmaq üçün. Yəni ki, elə oldu ki, komandir rəhmətə getdi. Sonra 3-cü kapitan rəhmətə getdi, Əli Məhəmməd. Belə 10 nəfər şəxsiyyəyə sağ-salamat öz cənazəmizi də ki, orada qoymadıq, özümüz çıxartdıq. Yesk şəhərində morqa təhvil verdik. Çox yaxşı idi, mənim də elə özü ilə aparmışdı. Mən növbəti kontraktda idim. Bir yerdə gedirdik, İstanbulda da bir yerdə qaldıq, şəhərində, oteldə. Belə də başqa nə deyim, çox gözəl bir insan idi. Çox yaxşı, elə ondan yarım saat, 1 saat qabaq bir yerdə çaya düşürdük. Aşağıda elə çörək yedi, yemək vaxtından. Prosta 8-dən 4-ə komandir, 8-dən 12-yə onun növbə vaxtı idi. 12-dən də ki, 4-ə Məhəmmədin vaxtı idi. Hələ bir o 12-də saat 12-də düşməli idi. Növbə Məhəmməd gəlmişdi ora, növbəyə təhvil almağa. 5 dəqiqə işləmiş, birə bizə dron zərbəsi oldu. Üç evladım var, bu ikincisiydi. Ben orada qeyd elədim qısa. Uzatmaq istəyirəm məsələləri. Yəni ki, bizim ailəvi ailənin bir su ilə bağlı, istər dəniz olsun, istər çay olsun. İlk hadisə bu su ilə bağlı atam rəhmətə getdi. Kür çayında boğulub iş vaxtı. Sonra elə bir əmmi oğlu, qardaş deyirdim mən ona. Yəni o da mənə qardaş deyirdi. O da gəmisi idi və bunun da gəmisi olmağından səbəbkar o idi. Özü də, o cümlədən bunun da əqibəti oldu. O da Merkur 2 gəmisində yəqin ki, məlumatımız var. Xəzər dənizində, müharibəsiz yası dinc şəraitdə, Allahın necə deyirlər, təbii fəlakət, külək, möhkəm külək, dalğa, nə bilim nə. Ya o gəmi batdı, heç ümumiyyətlə elə gəlmədi. Çıxanlar bir neçə nəfər oldu. Amma mənim yaxınım əmmoğlu ümumiyyətlə tapılmadı. Bir tək o yox, onunla birlikdə yəni çoxlu adam. Və nəhayət bu. Nə bilim, elə bir talihdir, adın yazıdır, adın nə qoyum. Elə bir ki, indi bugün bu qəbir üstündə dayananda bir qərara gəldim ki, iş tipindən sonra mənim sağ olan vaxtı kimsə desə ki, mən də dənizçi olmaq istəyirəm. Elə ki, mənim birinci cavabım yox olacaq ona. Bax, budur. Və nəhayət dənizdə bilən işləmirdi. 2008-dən də qabaq, dəqiq tarix yadımdadır, Qafir Məmmədova Dənizçilik Akademiyasını bitirib və o vaxtdan da dənizdə üzüb, Xəzər dənizində üzüb. Sonra özünüz bilirsiniz, danışmaya dəyməz. Yəni, dünyada ölkəmizdə baş verən dəyişikliklər, yəni xaricə açılan yollar, cavan uşaq kimi maraqlı oldu gelib orada işləməyə. Elə 2008-dən təxminən Qaradəniz sularında, yəni Altın-Türk şirkətlərində işləyib. Yəni, neçə dəfə gəlib, gedib, indi mən deməsəndən aliyə bir dayaq idi. Başı üstündə yatan anasının qəbridir. Yəni, anasının müalicəsinə, nə bilim, nəyə, bu uşağın çox kömək olur. Və talihinin də belə qurtardı, elə bir ki, bir həftə deyək ki, bundan qabaq demişdim ki, Allah, elə qıraqdasan. İndi nəysə iş alınmır da, Allahın belədir. Çıx gəl evə, müəyyən müddətdən sonra gedərsin. Amma nəysə, nə deyirlər, qismətində bu yazılmış.
ما جاء به محمد صلى الله عليه وآله حق وأن